Hər vaxtınız xeyir. Efirdə Azərbaycan saatının bazar günü buraxılışı studiyada mən Seymur Həzi. Xoş gördük, hörmətli tamaşaçılar. Ötən proqramımızda biz sizə Azərbaycan və onun ətrafında olan bir neçə hadisədən danışdıq. Xüsusilə də Azərbaycanın ATƏT-in Parlament Assambleyasının 23-cü sessiyasına ev sahibliyi etməsində baş verən hadisələr ölkəmiz və onun siyasi taleyi üçün çox əhəmiyyətlidir. Dünyanın bir çox ölkələrindən gələn nümayəndələr Azərbaycanda baş verən həqiqətləri gördülər və əslində bəzən belə deyək, gördülər və zorakılıqlara da canlı şahid oldular. Amma Azərbaycanla bu hadisələrin kökü haradan başlayır? Daha doğrusu, qərb dövlətlərinin Azərbaycan hökumətinə münasibətindəki dəyişiklik haradan başlayır? Praktik olaraq biz Fransa prezidenti Hollandın və İsviçrə prezidentinin Azərbaycana səfərindən sonra gördük ki, qərb dövlətlərində Azərbaycandakı siyasi proseslərə və mühitə mühüm bir yeni baxış var. Əslində, uzun müddətdir Azərbaycan ictimai-siyasi fəalları qərb ölkələrinin siyasətçilərini və diplomatlarını tənqid edirdilər ki, onlar Azərbaycana səfərə gələrkən müxalif liderlərlə və fəal vətəndaş cəmiyyətinin üzvləri ilə görüşmürlər. Bunun səbəbləri barəsində bir çox fikirlər irəli sürmək olar. Biz isə səbəbləri araşdırmırıq. Ona görə ki, əslində fakt baş verib və hər kəs gördü ki, Fransa və İsveçrə kimi dövlətlərin simasında Azərbaycana gələn siyasi səfərlərin protokolunda mühüm dəyişiklik oldu. Bu dəyişikliklər sonradan Avropa Şurası Parlament Assambleyasında və ATƏT-in ilə başda keçirilən tədbirində özünü ayrı-ayrı formalarda biruzə verdi. Biz isə bütün bu prosesi gözdən keçirtdik və qiymətləndirmək istədik ki, nə baş verir və bu Azərbaycan üçün nə deməkdir? İstidir, lap səhra kimi. Bu təkcə məşhur filmdən stat deyil, həm də Azərbaycanın yaşadığı siyasi həyatın təsviridir. Siyasi proseslər o qədər yandırıcıdır ki, biz buna yay günlərində soyuq müharibə deyə bilərik. Bəli, sözün həqiqi mənasında Azərbaycan ciddi soyuq müharibə yaşayır. Düzdür, hakimiyyət arada bu müharibəni başqa müstəviyə çəkmək istədi, amma bacarmadı. Küçə və meydanlarda insanlar görünmür, amma baş verən olaylar küçə və meydanlardakı böyük aksiyalardan az nəticə vermir. Şübhəsiz ki, 2013-cü ilin prezident seçkiləri ərəfəsində meydanlara çıxan insanların bu olaylarda rolu olduqca mühümdür. Bəli, biz yeni transformasiya dövrünü yaşayırıq. Azərbaycanın uzun zamandır hansı seçim edəcəyi barədə fikirlər səslənir. Qərb yoxsa Rusiya? Bakı kimi seçəcək? Fəqət Qərb Bakıya düşünmə imkanı vermədi. Daha doğrusu, Qərb düşündü ki, Azərbaycan rəsmiləri şuur altlarındakı qorxunun təsirinə düşə bilərlər. Beləliklə, Rauf Mirgədirovun həbsi ilə başlayan prosesin sonradan Leyla Yunusun həbsinin astanasına gəlib çıxması, polis orqanlarında Əli Kərimli əleyhinə ifadələrin alınması prosesi onu göstərirdi ki, İlham Əliyevin texnoloqları ölkəni başqa müstəviyə keçirmək istəyirlər. Bu, sanki arxadan gələn orduya yaxalanmamaq üçün çayı keçib körpünü partlatmaq cəhdi idi. İlham Əliyev müxalifət liderini və ən fəal hüquq müdafiəçisini həbs etdirib, ölkəni rəsmən diktatura elan etdirmək istəyirdi, amma alınmadı. Bunu niyə edirdi? Göründüyü kimi, ötən ilin noyabrından Ukraynada başlayan Avropa Birliyi Rusiya qarşı durması hələ də davam edir. İlham Əliyev başa düşürdü ki, bu proseslər hansısa formada həllini tapandan sonra sıra Azərbaycana gələcək. Ona görə də dialoq və transformasiya imkanlarını tam aradan qaldırmaq üçün rəsmən diktatura qurmaq istəyirdi. Bu məqsədlə Bakıya Avropanın iki ölkəsinin prezidentinin səfəri gözlənilərkən onların görüş protokolunda olan insanları həbs etmək planı qururdu. Bu təkcə meydan oxumaq deyildi, həm də qaçıb can qurtarmaq idi. Amma Avropa bunu tez hiss etdi və hakimiyyətin planı alınmadı. Aydın hiss olunurdu ki, İlham Əliyevin Leyla Yunusu həbs etdirə bilməməsi onun əsəblərinə toxunub. Üstəlik Leyla Yunus siyasi qərarlar çıxaran hakimlərin siyahısını hazırlayaraq ABŞ Konqresinin Helsinki komissiyasına və Avropa İttifaqına göndərir. Bu siyahı getdikcə genişlənəcək. Söhbət məmurlara qərb ölkələri tərəfindən real sanksiyaların tətbiq edilməsindən gedir. Helsinki dinləmələri Azərbaycan hakimiyyəti üçün tənqidə hazırlıq məşqi idi. Cüzi diplomatik sapmalarla həm Dövlət Departamentinin, həm də Konqresin təmsilçiləri Azərbaycanda vəziyyətin kəskin pis olduğunu dedilər. İnsan haqları, demokratiya, siyasi məhbuslar məsələsi dinləmələrin əsas mövzusu idi. Azərbaycan ilk dəfə bu cür açıq və sərt tənqid gördü və demək olar ki, rəsmi Bakını müdafiə etmək istəyənlər də öz həmkarlarının dəmir arqumentləri ilə susturuldular. Məsələn, Rusiyanın bölgədə Əliyev üçün təhlükə ola biləcəyinə dair fikrə Əliyevin çətin anında Putin onun yanında idi cavabı verildi.
İlham Əliyev üçün bu çox ağır sınaq idi. Bir dəfə 2010-cu ildə Euronews telekanalına müsahibə verəndə bu cür çətin vəziyyətə düşmüşdü. Amma etiraf etmək lazımdır ki, o ilk çətin durum idi. Ən çətin vəziyyət isə Avropa Şurası Parlament Assambleyasının sessiyasındakı çıxışı zamanı oldu. Onun çıxışı yarımçıq kəsildi. Özü də İlham Əliyev və atası Heydər Əliyevin siyasətindən perik düşmüş insanlar tərəfindən. İlham Əliyev bunu heç gözləmirdi. Amma Avropada belə olaylar olur. İlham Əliyev ironiya etmək istədi, amma qəzəb alındı. Çünki özü də aydın bilirdi ki, onun vəziyyətində biri başqasını ironiya edə bilməz. Etsə də bunu heç kim səmimi qarşılamaz. Onlar 92-93-cü illəri görməyiblər deməklə AXC hakimiyyətinə və aksiyanın məqsədi olduğuna işarə etdi. Amma Britaniyalı deputata saxtakarlıq sənin öz ölkəndədir deməklə qəzəbini boğa bilmədi. O, Avropanın ortasında Avropa ilə qapalı sistemlərin savaşını apardı. Qalib olmaq ümidinin və şansının olmadığı isə qəzəbindən görünürdü. Azərbaycan parlamentinin dərhal toplaşıb İlham Əliyevə dəstək verməsi isə Azərbaycan qəzetinin The Washington Post-u ifşa etməsi idi. İlham Əliyevə təskinlik lazım idi, o da təşkil olundu. Amma bu heç nəyə faydası olmayan bir tədbir kimi yadda qalmadı. Həm də orta ranglı, ləbbeyk ya rəhbər deyənlərin ümidsiz çabalamaları kimi diqqət çəkdi. Onların çoxu danışa-danışa bir gözləri ilə də arxa qapını güdənləri xatırladırdılar. Artıq hamı duyuq düşüb ki, bu gəmi ilə torpağa çatmaq şansı yoxdur. Narışkin demişdi ki, onların nümayəndə heyəti ATƏT Parlament Assambleyasının toplantısında fəal olacaq. Oktay Əsədov isə Rusiya ilə eyni mövqedən çıxış edəcəklərinə ümid ifadə eləmişdi. O ümid elə ifadə olunanda suya düşmüşdü zaten. Amma Bakının mərkəzində həm Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən, həm də Rusiyaya qarşı qətnamənin əleyhinə olan Azərbaycan hakimiyyəti insan haqlarının durumuna görə tənqid atəşinə tutuldu. Görünür ki, İlham Əliyev bu tədbirlərin qarşısını almaq üçün ölkədə tozu dumana qatmaq istəyirmiş. Amma Avropa sadəcə belə dedi: sən gəlməzsən, biz gələrik. Yola gəlməzsən, biz yolunu taparıq. İndi Əliyev Bakıda keçirilən enerji toplantılarında təriflənmir, siyasi tədbirlərdə tənqid olunur. Əliyevlər indi bura səfər edən qərb diplomatlarının, siyasətçilərinin protokoluna müdaxilə edə bilmir. Onlar artıq vətəndaş cəmiyyəti və müxalifətlə açıq görüşlər keçirirlər. Azərbaycanda siyasi keçidin kiminlə və necə baş verəcəyini işarə edirlər. Açıq-aşkar 2013-cü ilin prezident seçkilərinin qalibləri ilə təmasda olurlar. Cəmiyyəti fəallaşdıra və onun fəal hissəsinin fikrini ifadə edə bilən qüvvələrlə əməkdaşlığa üstünlük verirlər. Bu isə Əliyev üçün sadəcə seçimlər yaradır. Ya demokratik keçid, ya da demokratik keçid. Çünki onun başqa radikal addımlar atmaq resursu həm yoxdur, həm də bu tipli nümunələr artıq nəyə səbəb olduğunu ortaya qoyub. Ötən proqramımızda dediyimiz kimi, AXC sədri Əli Kərimli ATƏT-in Parlament Assambleyasının 23-cü sessiyasında tədbirə buraxılmadı. Və bu tədbirə buraxılmamaq Xalq Cəbhəsinə qarşı olan ilk hadisə deyil. Bu, ümumilikdə hökumətin götürdüyü siyasi partiyalara, yəni hökumətə münasibətdə sərt mövqeyi olan, tənqidi mövqeyi olan siyasi partiyalara münasibətin bir hissəsidir. AXC sədri müavini Gözəl Bayramlını studiyamıza dəvət elədik və Gözəl xanımla partiyanın təkcə həmin otel olayından bağlı yox, həm də başqa fəaliyyətlərinə hakimiyyətin maneəsindən suallar verdik. Gözəl xanım, ötən günlərdə bu ATƏT deputatları ilə AXC sədri Əli Kərimlinin görüşünə parlament otaqlarında mane oldular. Ümumiyyətlə, partiya olaraq bunu necə dəyərləndirdiniz? Təbii ki, bu hadisə ümumiyyətcə Azərbaycan adına utanç verici bir hadisə idi. Hakimiyyət tərəfindən törədilən bir rüsvayçılıqdır. Əli Kərimliyə qarşı Azərbaycan hakimiyyətinin mövqeyi hər kəsə bəllidir. Əli bəyə qarşı birbaşa dövlət başçısı İlham Əliyevdən qaynaqlanan bir düşmənçilik mövqeyi var. Və mən hesab edirəm ki, adı çəkilən oteldə baş verən hadisədə birbaşa sifarişlə həyata keçirilən bir hadisə idi. Əli Kərimlinin ATƏT-in Parlament Assambleyasının deputatlarından, Avropalı deputatlarla görüşünə maneçilik törətmək məsələsi. Yəni, mənə elə gəlir ki, Azərbaycan hakimiyyəti Əli Kərimlinin beynəlxalq strukturlarla təmasından narahatçılıq keçirdir və bütün bunun nəticəsi olaraq artıq 8 ildir Əli Kərimliyə pasport verilmir və bu da həmin hadisənin, həmin baş verənlərin bir tərkib hissəsidir və bu da onun məntiqi davamıdır ki, Azərbaycan hakimiyyəti Əli Kərimliyə qarşı heç vaxt mövqeyini dəyişmir, siyasi rəqiblərə qarşı İlham Əliyevin münasibəti düşmənçilik mövqeyindən o yana keçmir. Əli Kərimliyə qarşı Azərbaycan hakimiyyətinin mövqeyini bütün Azərbaycan hakimiyyətinin bütün strukturları eyni formada həyata keçirirlər və həmin gün
Fairmont otelində baş verənlər də birbaşa hesab eləyirəm ki, o təhlükəsizlik xidmətinin özünün qərarı deyildi, birbaşa hakimiyyət strukturlarından gəlmiş bir sifariş idi və onlar onu həyata keçirdilər və Əli bəy öz səhifəsində haqlı olaraq qeyd eləmişdi ki, bu hadisədən Avropalı deputatlar şoka düşmüşdülər. Onlar bilirdilər ki, Azərbaycanda İlham Əliyevin rəhbərlik etdiyi bir avtoritar rejim var. Bəli, bu rejimin mahiyyətini birbaşa öz gözlərinlə gördü. Halbuki İlham Əliyev bir neçə gün öncə Avropa Şurasının Parlament Assambleyasında çıxışında Azərbaycanda bütün siyasi fəaliyyət üçün hər cür şərait olduğu, Azərbaycanda demokratiyanın inkişaf etdiyini söyləmişdi və hətta başqa deputatların bu istiqamətdə suallarına belə çox təpkinlə cavab vermişdi. Avropalı deputatların bunu birbaşa öz gözlərinlə görməyi, İlham Əliyevin bu fikirlərinin nə qədər həqiqətdən uzaq olduğunu bir daha şahid oldular. Bir daha şahid oldular ki, Azərbaycan müxalifətinin liderinə qarşı Azərbaycan hakimiyyətinin mövqeyi, düşmənçilik mövqeyi necədir? Bəs təkcə Fairmont otelindən ümumiyyətlə, yəni Xalq Cəbhəsinin hansı başqa tədbirlərinə maneələr var? Təkcə oteldə görüşədir maneə, yoxsa ümumiyyətlə mən istəyərdim siz danışasınız partiyanın digər strukturların iclasları keçirilməsi üçün, daimi fəaliyyəti üçün? Təbii ki, Azərbaycan Xalq Cəbhəsi partiyasının bütün strukturlarının, ümumiyyətlə Azərbaycan Xalq Cəbhəsinin fəaliyyətinə Azərbaycan hakimiyyəti tərəfindən hər zaman maneçilik olub. 2006-cı ildən Azərbaycan Xalq Cəbhəsi partiyasının qərargahı yoxdur. 2013-cü ilin oktyabr ayında biz bir qərargah icarəyə götürmüşdük. Mart ayının 3-ünə qədər həmin qərargahda fəaliyyət göstərdik. Eyni zamanda Milli Şurada toplantılarını bizim qərargahda keçirirdi. Digər demokratik qüvvələrin hansı bir tədbirlərinə şərait yaradılırdı. Amma mart ayında baş verən hadisələr, bizim qərargahın partladılması, sonra qərargahın ertəsi gün sökülməsi ilə baş verdi və o gündən bu günə Azərbaycan Xalq Cəbhəsi partiyası olaraq biz partiyanın strukturlarının toplantılarını faktiki olaraq evlərdə, çayxanalarda, digər yerlərdə keçiririk və Azərbaycan hakimiyyəti bu barədə düşünmür. Halbuki, əgər doğrudan da orada partlayış baş vermişsə, Azərbaycan Xalq Cəbhəsi partiyası orada icarədar olsa da belə Azərbaycan Xalq Cəbhəsi partiyasına hər hansı bir qərargah təklif olunmalıydı. Biz artıq partiyamızın yubileylərinin keçirilməsi ilə bağlı, ötən ildə, ondan qabaqda il dönümlərinin keçirilməsi ilə bağlı hakimiyyətə bizim müraciətlərimiz cavabsız qaldı. Bizə onun üçün yer vermədilər. Biz məcburiyyət qarşısında qaldıq. Bir dəfə VHP-nin qərargahında keçmişik, bir dəfə ADP-nin. Halbuki biz çoxlu sayılı qonaqları, o tədbir iştirakçılarını oraya yerləşdirə də bilmirik. Hazırda biz Ali Məclisin toplantılarını keçirə bilmirik. Yəni bu barədə biz hakimiyyət strukturlarına müraciət etmək fikrindəyik. Artıq məktub hazırlanıb. Eyni zamanda iyul ayının 16-sında bizim 25 illik yubileyimizlə bağlı, partiyanın yaranış günündən bağlı bir tədbirimiz var. Onunla bağlı artıq 10 günə yaxında müraciət eləmişik, Azərbaycan hakimiyyətindən bir cavab yoxdur. Yəni bu da onu göstərir ki, Azərbaycan Xalq Cəbhəsinə və onun liderinə qarşı olanlar təsadüfi bir məsələ deyil. Birbaşa hakimiyyətin yuxarı eşalonundan, konkret olaraq desə İlham Əliyevdən qaynaqlanan bir məsələdir ki, Azərbaycan Xalq Cəbhəsi partiyasının fəaliyyətini hər vəchlə mane olmaq, onun strukturlarının fəaliyyətinin qarşısını almaq. Yəni təbii ki, Azərbaycan hakimiyyəti bundan heç nəyə nail ola bilmir. Azərbaycan Xalq Cəbhəsi partiyası illərin sınağından keçmiş bir partiyadır. Yəni bundan sonra da öz fəaliyyətini davam etdirəcək, amma Azərbaycan hakimiyyətinin üzərində də bir çox öhdəliklər var. Siyasi partiyalar haqqında qanun var ki, Azərbaycan hakimiyyəti bilavasitə cavabdehdir partiyanın fəaliyyətinə şərait yaratmağa, digər partiyalara, hansı ki, hakimiyyətə loyal münasibəti olan partiyalara belə bir şərait yaradıldığı halda yeganə partiya Azərbaycan Xalq Cəbhəsi partiyasıdır və bu partiya prinsipial müxalifətdədir Azərbaycan hakimiyyətinə qarşı, Azərbaycanda demokratiya uğrunda mübarizənin önündədir və bu partiyaya heç bir şərait yaradılmır. Əslində onun özünün əldə elədiyi imkanlar onun əlindən bu və digər formada alınmaya çalışılır. Çox sağ olun. Təşəkkür. Ötən proqramımızda biz sizə ATƏT Parlament Assambleyasının 23-cü sessiyasından və ondan yaranan nəticələr haqqında bəzi konkret sujetlər göstərdik. İndi isə biz araşdırmağa cəhd edirik ki, 23-cü sessiyanın nəticələri Azərbaycana nə vəd edir və xüsusilə Maqnitski siyasi məsələsi Azərbaycan ictimai siyasi həyatı üçün hansı perspektivləri aça bilər? Siyasi ekspert Razi Nurullayevlə bu istiqamətdə söhbətləşdik və qənaətlərimizi mərkəzləşdirməyə çalışdıq. Razi bəy, ATƏT-in Parlament Assambleyasının 23-cü sessiyası Azərbaycanda baş tutdu. Bu sessiyaya qədər də Azərbaycanla bağlı bir neçə beynəlxalq səviyyədə siyasi hadisələr olmuşdur. Avropa Şurasında olmuşdu, Azərbaycana Avropa dövlətlərinin prezidentləri səfər eləmişdilər
Və bunların hamısı üst-üstə və ard-arda Azərbaycan hökumətinin tənqidi ilə müşahidə olundu. Burada bir təsadüfilik axtarmaq lazımdır, yoxsa ümumiyyətlə bu bir məntiqi prosesin nəticəsi idi sizcə? Yox, təsadüfi deyil. Təbii ki, məntiqi prosesin nəticəsidir. Çünki dünya dəyişib və biz bir neçə il bundan əvvəl təsəvvür edə bilərdik kimi Azərbaycana gələn bir prezidentlər Azərbaycan müxalifət partiyalarının rəhbərləri ilə görüşdülər. Və eyni zamanda Azərbaycan iqtidarının bu qədər tökdüyü pullar, lobby pulları nəticəsində, apardığı işlər nəticəsində yenə də Aşpada və digər qurumlarda Azərbaycan əleyhinə ciddi tənqidlər səsləndirilsin. Və bunun fonunda Azərbaycanla bağlı, demək ki, 2 il bundan öncə Aşpada Azərbaycanda siyasi məhbuslarla bağlı, məhbusların olması ilə bağlı və Ştatsçığın hazırladığı məruzə qəbul olunmadı, amma artıq bir həftə bundan öncə Aşpada artıq Azərbaycanda siyasi məhbusların olduğu nəinki qəbul edildi, hətta onunla bağlı indi bizim o gözlədiyimiz şəxslər olmasa da hər halda yenə də siyasi məhbuslarla bağlı bir məruzə təyin olundu. Bunun özü artıq o məntiqi prosesin nəticəsindən xəbər verir, təbii ki, təsadüfi deyildir. Azərbaycanda bu tənqidlərin bir hissəsi davam elədi. Yəni, ATƏT Parlament Assambleyasının Bakıda keçirilən sessiyasında. Belə fikirlər var ki, düzdür, bunu bir qədər də ironik deyirlər, yumordan deyirlər ki, Azərbaycanda İlham Əliyevi tənqid eləməklə, hökuməti tənqid eləməklə, bütövlükdə onun siyasətini beynəlxalq qüvvələr Azərbaycanda tənqidə qulaq öyrəşdirirlər ki, yəni artıq sanki Azərbaycanda bir siyasi mühitin yenidən bərpası işi üçün beynəlxalq səylər, cəhdlər davam edir. Məsəl üçün, müxalifət liderlərindən görüşməkdə də bunu göstərmək istəyirlər ki, ayrı siyasi qüvvələrlə də işləmək, əməkdaşlıq eləmək mümkündür. Yəni, ölkənin gələcəyi təkcə hakimiyyətdən ibarət deyil, ölkənin siyasi həyatında sanki, belə deyək də, canlanma yaratmaq, siyasi daha doğrusu həyatı bərpa eləmək cəhdləri kimi qiymətləndirirlər bunu. Siz necə baxırsınız? Mən təbii ki, bununla müəyyən hissələri ilə, elementləri ilə razıyım, amma mən buna daha qlobal yanaşmanın tərəfdarıyam. Bilirsiniz ki, Kürt diplomatiyası zamanı o Kürt diplomatiyasında iştirak edən şəxslər öz ölkələrində ciddi şəkildə medianın, vətəndaş cəmiyyətinin təzyiqinə məruz qaldılar. Və son demək olar ki, gündən günə həmin ölkələrdə vətəndaş cəmiyyəti təmsilçilərinin, medianın onlara qarşı münasibəti daha da aqressivləşir. Artıq onlar öz ölkələrində səs almaları üçün, siyasətçi olmaları üçün və beynəlxalq səviyyədə söz sahibi olmaq üçün onlar dünyada baş verən, dünyada gedən demokratik prosesləri də dəstəkləməlidirlər. Əvvəllər belə deyildi, əvvəllər onlar öz seçiciləri qarşısında və öz daxili və milli problemləri qarşısında cavabdehliyi daşıyırdılar. Amma bugün onlar artıq eyni zamanda beynəlxalq bir qurumda demək ki, vəkillik etmək missiyası üzərlərinə götürürlərsə, dünya ölkələri ilə əməkdaşlığı üzərlərinə götürürlərsə və təbii ki, Azərbaycanla şərq tərəfdaşlığı ölkələri sırasındadır və bu barədə danışırlarsa və bu əməkdaşlığı inkişaf etdirmək istəyirlərsə, təbii ki, öz seçiciləri qarşısında da bu beynəlxalq öhdəlikləri də Azərbaycanın da beynəlxalq öhdəliklərini xatırlatmalıdırlar. Bu, onların seçicilərinin səsinə ciddi şəkildə təsir göstərmək gücünə malikdir. Bu baxımdan mənə belə gəlir ki, artıq həm də ki, dünyada sistem dəyişib. Ümumiyyətlə, ərəb inqilablarından sonra dünyaya baxış dəyişdi. Hətta Amerika Birləşmiş Ştatları əvvəllər diktatorlarla əməkdaşlıq edirdi, avtoritar rejimlərlə əməkdaşlıq edirdi. Amma artıq hər bir dəfə, hər bir Amerika senatoru, kongresmeni, Amerika prezidenti və dövlət katibi və onun müavinləri hər bir dəfə onlar Amerika Birləşmiş Ştatları ilə digər dövlətlərin əməkdaşlığının qayəsində demokratiyanın dayandığını vurgulayırlar. Çünki onlar hətta bu yaxınlarda Helsinki Komissiyasının Azərbaycanla bağlı, Amerikanın Helsinki Komissiyasının Azərbaycanla bağlı demək, söhbətləşmələr olan zaman Thomas Melia və Thomas Melia'nın çıxışlarında fikirlər var idi ki, məhz Amerika Birləşmiş Ştatları artıq demokratiyona görə daha çox önəm verir ki, çünki demokratik ölkələrdə problemlərin yaşanması az baş verə bilər. Demokratik ölkələrdə Amerika Birləşmiş Ştatlarına qarşı təcavüz az baş verə bilər və demokratik ölkələrdə Amerika Birləşmiş Ştatlarına qarşı terror çağırışları da baş verə bilməz. Bu baxımdan bu şəkildə onlar da fikirlərini formalaşdırmağa başlayırlar. Helsinki Komissiyasının sözcüsü Şən Kongresmen Smith açıqlama verir və bildirir ki, Azərbaycan
məmurlarına, yəni demokratiyanın bu olmasında bu vəzi şəkildə iştirak edən məmurlara sanksiyalar tətbiq oluna bilər. Və orada bildirilir ki, bu sanksiyalar xalqa yox, hökumətin ayrı-ayrı şəxslərinə, yəni birbaşa bu işləri və həyata keçirən şəxslərə tətbiq olunmalıdır. Bunu necə xəbər kimi qiymətləndirirsiniz, necə bir addım kimi qiymətləndirirsiniz? Demək ki, o müsahibəsində öncəliklə Azərbaycan Prezidenti İlham Əliyev ilə danışdığını çox mehriban bir danışıq apardığını söyləyir və bütün məsələləri çox açıq şəkildə müzakirəsini söyləyir və orada belə bir ümid, ehtimal görünür ki, artıq bu söhbətdən sonra deyək ki, Azərbaycanda həm media təmsilçi, həbsdə olan media təmsilçiləri, həbsdə olan vətəndaş cəmiyyət təmsilçiləri ilə bağlı müsbət bir qərar qəbul olunsun. Əgər bu olmasa, o zaman demək ki, orada diplomatik dildən biz bunu öz dilimizə çevirirsək, belə çıxır ki, məhz Magnitski siyasi Azərbaycana da tətbiq oluna bilər. Mənə belə gəlir ki, məhz o Kresimik bu məsələ ilə bağlı konkret orada demək diplomatik desə də, amma konkret olaraq orada deyib ki, Azərbaycana da bu tətbiq oluna bilər. Çünki bundan başqa alternativ yol yoxdur. Çünki bu demək bu siyasi tətbiq olunan zaman ölkələr özlərini yığışdırır, bir çox məmurlar öz davranışlarına düzəlişlər edir və onun üçün də təbii ki, Azərbaycana da bu tətbiq oluna bilər. Belə bir hadisə baş versə, bu demokratik proses üçün ümumilikdə hansı belə deyək, imkanları yaradır. Eyni zamanda həm də bilirsiniz ki, indi Avropa İttifaqı da qoşulub, Ukrayna məsələsində belə oldu ki, Avropa İttifaqı da həmin sanksiyalarla birlikdə çıxış gəldi, Amerika ilə birlikdə. Bax, bu bizim üçün hansı yeni imkanlar? Təbii ki, burada iki rakursdan baxmağın tərəfdarıyam. Birinci rakurs mən müxalifət düşərgəsini götürürəm. Bu bizim üçün müsbət haldır. Çünki biz mübarizə aparırıq və mübarizənin əmsalı kimi demək istəyirik ki, Azərbaycanda demokratiya yoxdur. Azərbaycanda insan hüquqları, fundamental azadlıqlar boğulur. Azərbaycanda siyasi məhbuslar var və Azərbaycanda demokratik və insan hüquqları sahəsindəki məsələlər arxaya getməkdədir, geri getməkdədir. Amma bunun fonunda bu baxımdan bu faydalıdır və Azərbaycan xalqına da faydalıdır və Azərbaycanın demokratikləşməsi üçün də önəmli rol oynaya bilər. Amma digər rakursdan, iqtidarın rakursundan baxanda onlar üçün çox təhlükəlidir. Çünki iqtidar bugün öz-özlüyündə bilirsiniz ki, Azərbaycanın qeyri-demokratik olduğunu qəbul etmir. Azərbaycanda insan hüquqları ilə bağlı, demokratiya ilə bağlı problemlərin olduğunu təkzib edir. Və bəzən Azərbaycan iqtidarının bir sıra təmsilçiləri, mən indi onları unutdum, bir neçəsi məncə deyib ki, Azərbaycan ümumiyyətlə Avropaya demokratiyası ilə nümunə olmalıdır. Azərbaycanda o qədər gözəl demokratiya var ki, bunu nümunə kimi digər ölkələrdə əks etməlidirlər. İndi bu bizdə gülüş doğursa da, yəni onların bəzən bəlkə də inanıb buna deyirlər, yoxsa elə doğrudan da onlar, yəni Avropalıların və dünyanın Azərbaycanla bağlı fikirlərinin deyək ki, bir mənalı fikirlərin olmadığını düşüncəsindədirlər və s. Amma mənə belə gəlir ki, artıq dünya Azərbaycanın necə bir ölkə olduğunu çox gözəl bilir və Azərbaycanda keçirilən o Parlament Assambleyasının 23-cü sessiyasında səslənən tənqidlər də, aşmada səslənən tənqidlər də bunun bariz nümunəsidir. Bu baxımdan Azərbaycan iqtidarı ciddi şəkildə düşünməlidir ki, əgər Magnitski siyasi qəbul olunarsa Azərbaycanla bağlı, o zaman artıq onların bu sözləri demək bahanələri əllərindən alınacaq. Artıq heç kim o zaman Azərbaycanın demokratik ölkə olduğuna, onların bu barədə dediklərinə, bəyanatlarına heç kim heç bir önəm də verməyəcək və bunu deməkdə də artıq bir utancaqlıq hiss edəcəklər. O baxımdan Azərbaycan iqtidarı ciddi şəkildə düşünməlidir ki, Azərbaycanda insan hüquqları və demokratiya sahəsində olan problemləri ciddi şəkildə həll etməlidir ki, Magnitski demək siyasi Azərbaycana tətbiq olunmasın. Çox sağ olun, Razı bəy. Təşəkkür edirəm. Yenə də əyalət, yenə də problemlər. Ötən proqramımızda biz sizə Biləsuvarda, Qubada olan problemlərlə bağlı məlumat vermişdik. Orada insanları sıxışdırırlar, torpaqlarını əllərindən alırlar, onların sosial vəziyyətinin gərginliyinə dövlət tərəfindən diqqət o qədər də qanedici deyil. Əslində bu cümlə də xeyli dərəcədə yumşaqdır. Demək olar ki, dövlət orqanlarının, yəni sosial müdafiə orqanlarının vətəndaşın ağır güzəranı ilə bağlı mövqeyi yoxdur. Bu mövqeylisizlik isə vətəndaşın həyatdan əl üzməsinə gətirib çıxardır. Birlikdə də belə bir hadisə baş verib, vətəndaşın torpağını dövlət məmurları əllərindən alırlar. Bu, bütün yerlərə məktub yazıb, prezident aparatında da şikayət edib, ayrı-ayrı mühafizə orqanlarında şikayət edib, ölümlə hədələndiyini də deyib, ancaq öldürülmədiyinə görə buna inanan
yoxdur. Mən Quliyev Eldəniz Ləriş rayonundan gəlmişəm. Ən problem torpaq mülkiyyəti ilə əlaqədardır. Mən torpağımı Lərişlə icra başçısı, Azərbaycan prezidenti Etibar Pirverdiyev, Milli Məclisin deputatı İqbal Məmmədov əlindən zor gücünü alıblar. Elektrik stansiyanın tikilməsi üçün torpaq mülkiyyəti plana düşmüşdü. Onda dövlət səviyyəsində kompensasiya ödənilməlidir. Bunlar kompensasiya ödəmədilər, mən mülkiyyətimi aldım, mən Lərişləndə blokada da saxlayırlar. Mən özümü tuturam cənab prezidentimizə, cənab prezident siz prezident seçiləndə Quran-ı Kərimi əlbaşdı, xalqın mənafeyini qoruyacaq, amma bu Lərişləndə öz təsdiqini tapmadı. Xalqı incidirlər, mülkiyyətin zor gücünü əlinə alırlar. Mən sizdən artıq dərəcədə xahiş edirəm ki, mən mülkiyyətimin kompensasiyasının ödənilməsində dəyərindən köməkli göstərir. Hörmətli tamaşaçılar, vətəndaşların şikayətləri durmadan artır. Hər proqramımızda sizə bir neçə şikayətlər təqdim edirik. Yenə də dövlət orqanlarından şikayətdir. Bu dəfə də Biləcəri sakini Azərbaycan saatının kamerasına, Sosial Müdafiə Nazirliyinə olan şikayətlərini çatdırıb. Əslində Azərbaycanda bu qədər pulun, sərvətin, büdcədən ayrılan vəsaitlərin qarşılığında insanların belə xırda xərcləmələrdən ötürü əziyyət çəkməsini başa düşmək olmur. Başa düşmək olmur ki, niyə milyardlarla pullar hər il göyə sovrulur, daşa divara verilib bölülür, bütün ölkəni hasarlayıblar, Bakıdan Qubaya qədər süni dağ yaradırlar, Allahlıq iddiasındadılar, amma Allahın həqiqi bəndələrini çörəklə sınağa çəkirlər. Biləcəri sakini dərdini belə anladır. Mən Əli Osmanov Adil, Əli Osmanoğluyam. Deməli, bir il əvvəl mənim oğlum Biləcəri Lokomotiv deposunun çilingəri işdə olarkən istehsalat zədəsini alıb, buna görə də 2 ay olub müalicə alıb. Sonra da deməli həkim məsləhət komissiyasının rəyi ilə deməli ona müddətsiz deməli yüngül işə keçirilməsi barədə rəy verilmişdi. Müəssisənin özü də ilkin aktı bu hadisəyə görə ilkin aktı tərtib eləmişdi. Deməli, keçən ilin iyunun 27-sində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin nəzdində Dövlət Əmək Müfəttişliyi Xidmətinə yazılı ərizə ilə müraciət eləmişəm. Amma çox təəssüflər olsun ki, heç bir tədbir görülməyib. Formal olaraq yalandan güya ki araşdırma aparırlar, təhqiqat aparırlar. Lakin heç bir nəticə olmayıb. Bu məsələyə görə mən bu ilin may ayının 13-də nazir Səlim Müslümovun qəbulunda olmuşam. Lakin çox təəssüflər olsun ki, televiziyada gördüyüm Səlim Müslümovu, onun vətəndaşlara qarşı ədalətliyini görməmişəm. Hörmətli tamaşaçılar, bir qədər diqqətlə izləsəz, problemin daha böyük fəsadlarından, bir insan taleyindən bağlı olmadığından aşkar olacaq sizin üçün hər şey. Bax, məsələ budur ki, məhkəmələr, hüquq mühafizə orqanları cinayətçiləri cəzalandırmadıqca başqa cür cəza metodları ortaya çıxır. Kimsə gidib öz qisasını almaq istəyir, kimsə bu qisası alır, kimsə qisas alacağını bəyanlayır. Əslində, insanları başa düşmək də o qədər çətin deyil. Çünki haqq divanı olmayan bir yerdə həmişə cinayət
cinayətlə əvəzlənir. Yəni, gözə göz, dişə diş qaydası prinsipi ilə cəmiyyət idarə olunursa, başqa heç bir şeydə gözləməyə dəyməz. Baş verən hadisə də belədir ki, dövlət yol polisinin əməkdaşı avtomobil sürücüsünü təqib edib və bu təqib nəticəsində, qanunsuz təqib nəticəsində avtomobil qəzası baş verib, insan həyatını itirib. Amma hələ də hökumət, hüquq mühafizə orqanları şikayətlərə baxmayaraq heç bir tədbir görmürlər. Hadisənin iştirakçısı olduğu iddia edilən polis nəinki həbs olunmur, heç soru-sual da edilməyib. Bax belə, bizim sizə təqdim edəcəyimiz sujetdə hər şey açıq, aydın görünür. Hətta mərhumun yaxınları qisaslarını alacağını bəyan edirlər. Bəlkə bu sujetdən sonra insanlar hansı çətinliklə, hansı acı ilə yaşayırlar, dövlət orqanları üçün bu aydın oldu. Bəlkə bundan sonra polis orqanları başa düşdü ki, istintaq orqanları başa düşdü ki, cinayətkarı cəzalandırmaq lazımdır. Dövləti hansısa bir şəxsin, məmurun, irili xırdalı fərqi yoxdur. Hansısa bir məmurun cinayətinə şərik eləmək düzgün deyil. Bu, dövlətin özünə qarşı çox ciddi bir hörmətsizlikdir. Dövlət bununla bağlı fikirləşməli və qərar qəbul eləməlidir. Bu ölkədə cinayətləri kim araşdırır, cinayətkarları kim cəzalandırır? Zərər çəkənlərmi, yoxsa məhkəmə sistemi? Oğlum oradan gəlib, idarə etməni itiribdir, burada da araşdırılır. İsmail Əhmədov oğlunun vəfat etdiyi yerdədir. Valideyn deyir ki, 11 ay əvvəl dövlət yol polisinin maşını təqib etməsi nəticəsində övladı vəfat edib. Hövsan-Zığ yolunda gecə saat 3-də baş verən yol qəzasından sonra polis işçisi maşından inmədən ərazini tərk edib. Hadisə yerinə gələn insanlar Əmraslan Əhmədovu xəstəxanaya yerləşdiriblər. Amma o, qan itirmədən keçinib. Baş prokurordan iş adını verdilər Qorad ilə. Orada müəyyən elədilər ki, 17 446 Paşayev Rami Süleymanoğlu olmuşdu. Sonra polis olduğuna görə işi baxmadı, şəhid prokurorluğu. 4 ay yarım da iş oradadır. Hələ işin ağzı açılmayıb. Ancaq ki, araşdırırıq, yolu verirlər bizə. Valideyn deyir ki, hadisənin kiçik serjant Rami Paşayev törədib. Onun sözlərinə görə DYP maşını yolun əks istiqamətində hərəkət edərkən oğlu yola nabələd olduğundan maşının arxasınca gedib. Polis maşını saxlamaq üçün işarə verib, amma Əhmədov saxlamayıb. DYP işçisinin 36 dəqiqəlik təqibi qəza ilə nəticələnib. Qəzadan 21 gün sonra Əmraslan Əhmədovun ailə üzvləri şikayət ərizəsi yazıb. Amma başlanan istintaq 11 aydır yekunlaşmır. Emin Nəsibov, müstəntiqdə. 4 ay yarımda bir dənə deyə bilməzlər ki, biz bir dənə iş görmüşük. Bir dənə Emin Nəsibov onu dedi ki, Ramil Paşayev mən çağırdım izahata, gəldi deyir, mənim yanımda bax belə oturdu, üzr istəyirəm oturuşuma görə də, oğul istəyirəm məni tutsun. Yəni bu kimə arxalanır? Ramin Paşayev maşını təqib etdiyinə görə xidmətə töhmət alıb və iş yeri dəyişdirilib. Əhmədovlar ailəsi deyir ki, hadisə vaxtı DYP maşınında 2 nəfər polis işçisi olub, amma istintaq ikinci şəxsin kimliyi haqqında ailəyə məlumat vermir. Əhmədovlar hər iki şəxsin məhkəmə qarşısına çıxarılmasını istəyir. Onu o cinayətkarın hər ikisinin məsuliyyətə cəlb olunmasını ölənə qədər tələb edəcək. Bu işin arxasından çəkilmə söhbəti olmayacaq. Ölənə qədər tələb edəcək. Dövlət cəzasını verməyəcək, özümüz verəcəyik. Heç kimdən də qorxmuram, heç kimdən də çəkinmirəm. Sözümün də arxasında duracam ölənə qədər. Hadisədə təqsirləndirilən kiçik serjant Ramin Paşayev qəzanı onun törətmədiyini deyir. O, həmin gecə Babək prospektində növbədə olduğunu bildirir. Mən o maşını işləmişəm, o hadisədə mən olmamışım. O hadisədə öz xəbərim yoxdur. Hüquqşünas Ərşad Hüseynov deyir ki, dövlət yol polisi işçilərinin xidməti qrafiki dəqiq olur. Hadisə vaxtı xidmətdə kimin olduğunu bilmək çətin deyil. Hüquqşünas bildirir ki, polis haqqında qanuna əsasən 2 halda DYP əməkdaşı dayanma əmrinə tabe olmayan sürücünü təqib edə bilər. Əgər sürücü özü və ya sərnişinlər cinayət törədiblərsə və ya cinayət törədəcəyinə əsaslı ehtimal varsa, amma yol hərəkəti qaydalarını pozmağa görə təqib nəzərdə tutulmayıb. Siz deyən kimi, tutaq ki, hərəkətin əks istiqamətinə getdi, qadağan olunmuş yol sahəsinə girdi, ötmə qaydalarını pozdu.
Belə hallarda dövlət yol polisinin sürücünü təqib eləməsi bir mənalı olaraq qadağandır. Belə hallarda dayanma barədə göstərişə tabi olmadısa, həmin nəqliyyat vasitəsi dövlət qeydiyyat nişanı, markası, rəngi, sonra törətdiyi qayda pozuntusu və onun vaxtı, günü, dəqiqəsi, saatı və törətdiyi yol sayısı qeyd olunmalı bir raport yazılır. Üstəgəl əlavə olunur ki, mən göstəriş verdim aydın şəkildə, deyək ki, patrul avtomobilində və yaxud da piyada ola bilsin ki, polis piyadadır, piyada vəziyyətdə göstərişi icra eləməlidir. Qanunvericiliyə əsasən DP işçisi təqibə başlamazdan əvvəl rəhbərliyə məlumat verməlidir. Hüquqşünas deyir ki, çox vaxt təqib üçün əsas olmur deyə rəhbərliyə bu barədə məlumat verilmir. O deyir ki, təqib təhlükəsiz olmalıdır. DP əməkdaşı təqibin təhlükəsizliyinə görə məsuliyyət daşıyır. Sübut olunsa ki, bunun belə deyək, ölümün səbəbi dövlət yol polisi əməkdaşının deyək ki, öz səlahiyyətlərini aşması və ağır nəticəsi, ən ağır nəticəsi, insan ölümü ümumiyyətlə kriminal əməllərin ən ağır nəticəsi insan ölümüdür. Bir neçə insan ölümüdür və yaxud bir insanın fərqi yoxdur. Belə ağırlarda polis əməkdaşı cinayət məsuliyyətini cəlb oluna bilər. Amma ona yenə deyirəm, sübut eləmək çox çətindir. Nəyə görə? Çünki söhbət polisin öz səlahiyyətlərinin aşması ilə baş vermiş nəticə arasında əlaqə tapmaq lazımdır. Ərşad Hüseynov əlavə edir ki, DP işçisi qəzadan sonra hadisə yerini tərk edibsə, Cinayət Məcəlləsinin 143-cü təhlükədə qoyma maddəsi ilə məsuliyyət daşıyır. O maşını saxlayıb yaralıya kömək etməli idi. DP maşınında 2 nəfər olubsa, şəxslərin hər ikisi bu maddə ilə məsuliyyət daşıya bilərlər. Hüquqşünas hadisə üzrə istintaq müddətinin 2 ay olduğunu və ekspertiza nəticələrinə görə uzadılarsa, maksimum 6 ay çəkə biləcəyini deyir. Amma 11 aydır istintaq gedir. İstintaqı aparan Bakı şəhər prokurorluğunun müstəntiqi Emin Nəsibov mətbuata cavab verməyə səlahiyyətinin olmadığını bildirdi. Prokurorluğun İctimaiyyət Əlaqələr şöbəsinin əməkdaşı Günel xanım sorğumuzu cavablandıracağını bildirsə də, daha sonra əlaqə telefonlarını açmadı. Qəzada vəfat edən Əmraslan Əhmədovun 25 yaşı vardı. O, ali təhsilli idmançı idi. Gəncin özündən sonra bir qızı qalıb. Yeganə Əhmədova deyir ki, oğlu təqibdən 10 dəqiqə öncə ona zəng edib evə gəldiyini deyib. Ana hələ də o zəngi telefonunda saxlayır. Həyatımı yarımçıq qoydular. Arzuları qaldı hamısı. Hörmətli tamaşaçılar, ötən proqramlarımızda biz sizə Azərbaycanda kənd təsərrüfatı sahəsində baş verən bir problemlə bağlı söhbət təqdim eləmişdik. Ekspert Vahid Məhərrəmovla biz kənd təsərrüfatı istehsalçılarının öz məhsullarını Bakıya və yaxud da hansısa bir digər bazara çıxarmasına çətinliklərindən danışmışdıq. Texniki səbəblərdən həmin söhbətə səbəb olan video kadrı sizə göstərə bilməmişdik. İndi isə biz həmin video kadrı əldə eləmişik və sizə təqdim edirik. Baxın, görün Azərbaycan sadə insanı, əməkçi insanı yaşamaq üçün nə tələb edir? Mənə elə gəlir ki, bu əslində tələb olması bir şey deyil. Onun ən təbii və ilkin haqqıdır. Yəni bir yaşamaq istəyən, ailə saxlamaq istəyən, hansısa bir şəkildə dilənmək istəməyən bir vətəndaşın, insanın dövlətdən haqqıdır. O sadəcə əkib becərdiyi məhsulu satmaq istəyir. Mən Şərbaz rayon Türkiyyət kənd sakini Şamanov Fərman Rəhmanoğluyum. Min bir əziyyətlə, əzabla, ailəmlə öz pay torpağında qarpız məhsulu yetişdirmişəm. Hansı ki, mən öz məhsulumu baş şəhərində və yaxud qeyri yerdə mən aparıb yer dərdinlə imkan verilmiş ki, mən aparıb öz məhsulumu özüm satan pul qazanam. Hökmən gələn mən kiməsə verəm məhsulumu su qiymətinə, kimsə aparıb mən məhsulumdan orada pul qazansın, hansı ki, mən öz mayamı, öz xərcimi mən yığa bilmirəm. Xahiş edirəm aidiyyəti orqanlardan baş şəhərində, müəyyən yerlərdə, qəsəbələrdə mənə şərait yaratsunlar, mən aparıb öz məhsulumu özüm satım, həm yaxşı keyfiyyətli məhsul aparacam, satmağa, həm də qiyməti bunun əhalə üçün sərfəli olacaq. Mən məhsulumu əkmişəm ki, mən pərakəndə satış edeyim. Yoxsa mən kiməsə verib topdan satış, kiməsə mən pul qazandırmaq fikrində əkməmişəm. Mən özüm qazanmaq istəyirəm, ancaq qazana bilmirəm. Məhsulum qalıb əlimdə, sata bilmirəm. Xahiş edirəm aidiyyəti orqanlardan bu məsələyə diqqətlə yanaşsınlar, kömək eləsinlər, kəsci öz məhsulunu aparıb istədiyi yerdə sata bilsin. Heç olmasa öz xərcin, bayalarını saxlamaq üçün oradan bir
gəlir əldə edə bilsin. Mən artıq dərəcədə xahiş edirəm. Zülm çəkirik. Heç nə əldə edə bilmirik. Mənafəsilər imkan vermir. Bazara girmək mümkün deyil. Niyə? Biz dərdimiz kimə deyək? Buna bir əlac olsun da, xahiş olur ümumi rəhbərlikdə. Bax belə, hörmətli tamaşaçılar. İndi bir qədər də incəsənət. Dünya daşlardan, qumlardan, onların alışıb yanmasından, su kimi axmasından, lavalarından yaranıb. Bəzi incəsənət adamları isə qumdan yaradırlar hər şeyi. Yəni, şəkil yaradırlar, portret yaradırlar və sonra da onu silib atırlar. Əslində, dünyanın nə vaxtsa qum kimi ovulub, silinib atılacağı ilə bağlı nəzəriyyələr də var. Baxaq görək, yaradılan şeylər necə qum kimi ovulub, silinə bilir. Biraz da incəsənət. Düzgün bir dəqiqəyə çəkmək. Daşdan ovulan qum dənələri bu işıqlı masada həm portret, həm də təbiət təsvirlərinə çevrilir. Onun əlləri qız qalasını çəkir və axırda çəkdiyi əziyyəti silir. Rəssam yaratdığını silmək çətindir deyir. Biraz adıma təsir edir, amma ev yoxdur ki, silirik ki, təzdən günü də çəkək, çəkə bilək, davam edelim. Emin Məmmədov Rəssamlıq Akademiyasını bitirib, Ukraynada qum sənəti ilə bağlı dərslər alıb. O 4 ildir ki, rəsmlərini qumla çəkir. Deyir ki, qumla çəkməyi fırça ilə çəkməkdən daha çətindir. Bu sənətdə cəldlik, diqqət tələb olunur. Səhv etsən, bunu düzəltmək müşkilə çevrilir. Qumla çox fərqlidir. O fırça ilə, qələmlə çəkmək rahatdır da buna nisbətən. Çünki orada ola bilər səhv olundu, pozmaq olur. Neysə üstünə vurmaq olur, rəngin üstünə rəng vurmaq olur. Öz texnikalar var, sihirləri var. Amma bunun da var öz sihirləri, öz texnikası var. Bu qəlizdir biraz ona nisbətən. Bunun çox ağır belə şeylər var. Rəssamın istifadə etdiyi qum Ukraynadan gətirilib. Emin Məmmədov deyir ki, Bakıda adi qumdan istifadə edirlər. Rəsmin gözəl alınması üçün qum ələ yapışmamalı və narın olmalıdır. Üyüdülmüş düyü, un və quru çayla da rəsmlər çəkmək mümkündür. Amma rəssam deyir ki, bunların hər birinin ayrı texnikası var. O çəkdiklərini tədbirlərdə, ad günlərində, toylarda nümayiş etdirir. Deyir ki, xarici ölkələrdə bu sənətə başqa münasibət var. Xarici çağırıblar da, görmüşük, bəlkə inşallah yenə də getdik, çağırmışlar, çağırmalar. Orada maraqlıdır, orada öyle biraz başqa cür baxırlar, həvəslə baxırlar və sənəti yaxşı. Bizdə biraz məsələn başqa, ya bizdə çoxdur sənətkarlar, bizdə öyrəşirlər bir adı baxırlar, ya da ki, vaxtları yoxdur buna baxmağa. Tamaşaçılar, daha bir proqramımızın sonuna gəlib çatdıq. Azərbaycan saatı sizin həqiqətlərinizin efir məkanıdır. Bizim efir vaxtımızı unutmayın. Efir tezliyimizi insanlar arasında yayın ki, sizin həqiqətlərinizi hər kəs görüb, bilib, tanısın. Sizdən mühüm bir ricam da bundan ibarətdir ki, problemləri, dərdi-səri, çətinlikləri çəkin və bizə göndərin. Çəkib bizə göndərməkdən çəkinməyin. Sağ olun, sağlıqla qalın. Düşərgələr, yəqin oldu bəlkələr, ədalətün haqqalı, rəzaləti silkələr. Ey ana vətən, ey ana vətən, haqq yolunda durmuşuq bu baş bu bədən. Ey ana vətən, ey ana vətən, haqq yolunda durmuşuq bu baş bu bədən. İndi kəsin ağlımız, ağrıların ağrımız, rəsmi soydular səni, qoy sökülsün bağrımız.